Dolça bürcünün insanları ürəyi təmiz olur. Ən ürəyi təmiz bürcdür. Və Dolça bürcü ailə insanıdır. Ailə, yaxşılıq eləmək, yəni heç kimə toxunmamaq, heç kimin işi olmamaq, heç kimin arxaca danışmamaq. Yəni Dolça tamamilə bu cür insandır. Heç kəsə işi yoxdur. Başına aşağı salır, öz həyatını yaşayır. Amma baxırsan ki, Dolçanın paxılları çoxdur. Çox paxıllıq edirlər ona. Bilirsiniz nəyə görə? Çünki Dolçada olan ürək onlarda yoxdur. Ona görə paxıllıq eləyirlər. Amma yadınızda saxlayın, siz heç vaxt Dolça kimi ola bilməyəcəksiniz. Çünki bu insan olan, yəni bu insanda olan ürək heç bir üzdə olmayacaq. Cibində 5 manatı da olsa, 3 manatı da olsa, yenə də yaxşılıq eləyəcək. Bax, Dolçanın fərqi budur. Bu səhifəmi izləyin, yenidir. Təşəkkürlər.